Salam. Yeni YouTube videoma hamınız xoş gəldiniz. Bugünkü mövzu izahımız kəsrlərin vurulması, bölünməsi, toplanması, çıxılması və ixtisarıdır. Gəlin biz bölünməsindən başlayaq. Qayda bu formadadır ki, birinci ədəd qalır, məsəl üçün yazaq buram. 7-də 1 bölünsün 2-də 1. Birinci olduğu kimi qalar, ikincinin tərsindən vurular. Yəni 7-də 1 vurulsun 1-də 2. Burada da eləyəcək 7-də 2. Yəni bu formada çox sadə bir mövzu izahıdır. İndi gəlin bölünməsinə keçək. Ait biraz misal izah edeyim. İndi əsas indi mən burada 7-də 1, 2-də 1 etdim. İndi gəlin beləcə mürəkkəbləşdirək. Neçə yazaq bura? 5'də 3 bərabərdir. Yenə dediyim kimi birinci olduğu kimi qalar, ikincinin tərsinə vurular. Yəni 9'da 7 vurulsun 3'də 5. Bu da bərabərdir 27'dən 35. Bunu istəsəniz tamla da ayıra bilərsiniz və eğer ixtisar da edə bilərsiniz. Amma mən ixtisar etmək istəyirəm, ona görə də burada ixtisar gedəcək. Yox, burada artıq ixtisar yoxdur. Çünki hər ikisi də eynidir, ixtisar getməlidir. Onda bu olacaq tamla əgər cüzə bərabərdir. 1 tam 27'dən 8. Bu formada. İndi gəlin keçək vurmaya. Vurma da yenə çox asandır. O qədər də çətin bir mövzu deyil. Necə bu formada olacaq. İndi burada yazaq. Vurulsun 8'də 6. Davam edelim. Vurulsun. İndi bərabərdir. 9'u vururuq 8'ə. 7'ni də vururuq 6'ya. 7 vurulsun 6 bərabərdir 48 72. Hər ikisi də 6'ya ixtisar gedir. Hər ikisi də 6'ya ixtisar gedir. Bərabərdir 8 və 12. Bunlar da yine ixtisar gedir 2'ye. Yok, ya da biz bunu 4'e eləyik. 4 Bu da 7 3'də 2. Bu formada
İndi bölünməsini izah etdim. Daha sonra vurulmasını izah etdim. Toplanması və çıxılması gəldi. İxtisar onsuz da arta bildiyinizdə məxrəc ilə surə tərkizdə eyni ədədə bölünür. İndi gəlin keçək çıxılmasına. 7'den 5 çıxılsın. 7'den 3. Yani çok asandır. 7'de 2. Yani yine olduğu kimi qalır. Yani biz bunları çıxırıq. Yani bu ədədləri çıxırıq. Bunlarda ise hiçbir şey etmirik. Bunlar oldular kimi qalır. Çünkü daha aydın olsun. Əgər elə anlamadınızsa, məxrəc olduğu kimi qalır, surətlər çıxılır. Bu formada hər hansı bir ədəd də olsa, yəni bu formada həll edirik. İxtisar da olsa, ixtisar edirik. Onsuz bunları izah etmişdim. İndi gəlin toplanmasını izah edim. 9'dan 7 üstə gəlinsin. Yine 9'dan 5. Bunlar da eləyəcək. 9'dan 12. Bu da eləyəcək bərabərdir. 1'den 9'dan bu da eləyəcək 9'dan 3. 1'den 9'dan 3. Bunlar mürəkkəb də ola bilər. Məsələn, məxrəclər fərqli ola bilər. Məsələn, 10 ola bilər buradan. O zaman da biz bunlara əbəb tapırıq. Yəni ortaq bir ədəd tapırıq və bir-birlərini vururuq. Əgər tapa bilmiriksə, məsələn 9'u vururuq ona, 7'ni vururuq ona, 10'u vururuq 9'a, 5'i vururuq 9'a. Daha sonra da toplayırıq. Sonra da ixtisar edirik. İndi çıxılmasını izah etdim. Toplanmasını izah etdim. Bugünkü mövzularımız bura qədər. Sağ olun.